insan var, arvadına bağlanıb, olur arvadın qulu. Necə ki, İbn Teymiyyə Rəhiməhullah belə baxanda arvad, yəni kişi seyyiddir, ağadır da. Amma arvada bağlandığına görə olur arvadın qulu. Əslində ağadır, amma tərsinə olub. Pultu itirib. Və həmçinin insan var, maşına bağlanır, olur maşının qulu. Əslində maşın nəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsi səni bir yerdən başqa yerə aparan bir vasitədir. Amma görürsən ki, maşına bağlandığına görə maşın ona xidmət etmək əvəzinə bu maşına xidmət edir. Səhər axşam maşını yuyur. Səhər axşam maşını. Yəni belə də olanda nə olur? Görürsən artıq bu maşın qəlbindən bağlandığına görə maşın cızılır. Maşın cızılanda maşın cızılmır, onun ürəyi cızılır. Ondan sonra o xəstəliklər, stres, şəkər, təzyiq. Nəyə görə? Bax, burada olduğuna görə. Və həmçinin başqa hər hansı bir şey ola bilər. Göz ya özü aparır maşını vurur və yaxud da başqası vurur və yaxud da binanın üstündən maşının üstünə nəsə atırlar. Yəni bunlar olanda qəlbində olduğu üçün yəni onun maşına dəymir o. Onun ürəyinə, o atılan şeylər, dəyən şeylər ürəyinə dəyir.